Sərin Mehli Fatmayının ən gözəl, necə deyərlər, gəzməli, görməli yerlərindən biri Qızıl Göl sahilidir. Bura sanki ayrı bir güşədir. Sərin, yüngül havasıyla yaşıl təpələr arasında cənnətə bənzəyir Qızıl Nohur. Aşağı Şor və Qızıl Nohur. Bu iki göl sanki kendi iki sahile ayırır. Abşeron göllərinin əksəriyyəti duzlu olduğundan keçmişdə yerli sakinlər bu göllərdən duz toplayırdılar. Yay vaxtlarında suyu çəkildikdə bu gölün rəngi qırmızı olur. Yəni ona görə bu gölün adı Qızıl Nohur adlanır. Kəndin əsas bu ərazisi taxıl əraziləri olur. Yəni maldarlıqla məşğul olub. Ona görə də bu kəndin ərazisi, bu hissələr, yəni taxıl ərazi, arpa, buğda əkilən ərazilər olur. Qızıl Nohurdan əlavə digər iki göl də var. Biri Qobərli gölüdür. Bir də digər kəndin giriş hissəsində sağ tərəfdə bir daha başqa bir göl də orada yerləşir. Taxılçılıq ərazisi olduğuna görə, taxıl zəmiləri burada olduğuna görə kənddə bir dəyirman da olur. Hal-hazırda yəni indi istifadə olunmur. Yəni vaxtilə orada buğda, arpa yəni çəkilib. Həmin dəyirmanda buğda üyüdülür. Bəs niyə Qızıl Nohur deyirlər bura? Əfsanəyə görə al-qırmızı paltarlı gəlin bu göldə batdığı üçün bütün göl qırmızı rəngə boyanıb. Elə o vaxtdan gölün adı Qızıl Nohur qalıb. Sərin mehlərin qanat açdığı Fatmayı qarşıdan gələn isti havalarda bağa can atan insanlar üçün əsl istirahət yeridir. Fatmayını başqa kəndlərdən fərqləndirən də elə sərin havasıdır. Belə, görək Fatmayda daha nələr var? Bura Fatmayı kəndi nə üçündür? Fəth mehi deyirlər. Yəni bu mehin fəth olunan yeri. Burada soyuğu sən tez hiss edərsən, nəinki başqa bir yerlərdə. Çünki kənd hündürdədir. Bax orada Pir Sarvan deyirlər. İndi bəlkə də ola bilər mən düz demərəm, ola bilər sonra mənə qınayarlar ki, niyə belə deyirəm. Pir var burada, Pir Sarvan deyirlər də. Bura yəqin ki, İpək yolunun üstündə olub, deyilənə görə karvan buradan gəlib keçib. Başqa yerlərə buradan karvanlar gəlib keçib. Bizim kəndimizdə aşağıda karvansara da var. Həmən o karvansarada da gəliblər. Karvan gələndə dəvələrini də bağlayıblar, keçib orada dincəliblər, yollarına davam ediblər. 41-45-də müharibəyə gedib gələnlər üçün kəndimizdə abidələr ucalıb. Kənddə hamam var. Tarixi bilmir, valla 17-ci əsr yazırlar ora. 17-18, bəlkə də kənd çox. Bax, burada qabaqda bir quyu var. Mən həmən quyudan hardasa bir 25-30 il bundan qabaq o quyu dolmuşdu. O quyunu artıq təmizledi, çıxartdıq. Mən o quyunun yuxarıdan ikinci daşında yazılıb 1890 neçə. Deməli, o quyu gör nə vaxt qazılıb kənddə. Özdə hündürdə deyək, su olub ki, qazıyıblar da, o quyuda su olub. Oradan da cürbəcür nə əşyalar çıxdı, yəni qədim əşyalar, qədim bankalar çıxdı, onlar tanımaq olmurdu. Pulemyot güllələri çıxdı, burada müharibə olub. Ermənilər gələndə o vaxtı. Gəliblər, ermənilər kəndə girə bilmirdilər. Kəndimizin öz adamları da, bir də türkülər indi Allah rəhmət eləsin, bir də şəhidlərimiz var, türk şəhidlər var. İndiki şəhidlərimizə də Allah rəhmət eləsin. O türk şəhidlərini də onlar qoruyublar kəndi. Kəndimizin adamlarıyla bir yerdədir. Bizim kəndin adamları qaçıb gizlənməyib ki, türkülər gələcək bizi qorumağa. Kəndin adamları, türkülər də kömək eləyib onu. Veriblər sinələrin qabağına, indi şəhid olan olub, qalan qalıb. Türkün abidə, bizdə qəbristanlığı da onların, məzarları da var. Cəmaat həmişə gedir, qəbristan gedəndə onlara da dua oxunur. Fatmayı torpağı dəmiyə,
Yaşıllıq cəhətdən kasad təbiətə malik olduğundan əhali əsasən əkinçilik və maldarlıqla məşğul olar, dəmiyə, taxıl və bostan bitkiləri yetişdirərdilər. Altmışıncı ildə mən kolxozdan 60 kilo buğda mənə hədiyyə verdilər, zəhmət haqqı. Öz zəhmətimizlə çalışan idik. Ən qədimi kəndlərdən biridir. Bakının 32 kəndi varsa, onda biri Fatmiyə kəndidir. Çox görkəmli xadimləri olub, şairləri olub, sonra veteranları olub, babalarımız olub, məşhurlarımız çox olub. Ən birinci Fatmiyə kəndindən Sovetin dövründə kontra-admiral çıxdı Cəlil Cavadov, Qara Qarayev. Dünya şöhrətli adı alındı. Profesör Səlimxan Qudret bu kəndin yetirməsidir. Çox burada yetirmələr olub. Hər bəla gələr, amma bizim kəndə toxunmaz. Keçmişdə yağış yağmazdı, gec-gec yağardı. Əkinlərimiz quruyardı. Pir vardı orada. Oraya gedərdik, müsəlliyə deyərlər, çıxardı. Müsəlli yəni ki, Allaha yalvarmağa gedərdik. Gedərdik, hamı deyərdi, biri oxluğa götürərdi, biri yuxuyan götürərdi, biri süt getirərdi, biri sürə getirərdi. Salardıq çölün düzündə, xəmrarşı keçərdik, yalvarardıq. Hamı cəmaat yığılardı oraya ki, yağış yağsın, əkin quraqlıq verməsin, mallarımız qırılar, aclıq olar. Odur ki, çıxardı orada, xəmrarşını keçərdik, xırda uşaqlar yığardıq, gedərdik. Presərvanın üstünə, üzümüzü tutardıq dənizə tərəf. Fatmayı su qıtlığı çəkən bir yer olub. Elə buna görə də əvvəllər içməli suyu kənddən xeyli uzaqdan, dəniz sahilindəki bağlardan gətirərdilər. Qədimdən qalma su quyularının suyu duzlu, həm də acı dadı verirmiş. Fatmayda içməli su Kərbəlayı Xocabəy və Kərbəlayı Aslan quyularında olub. Su qıtlığı səbəbindən kənddə yaşıllıq olmayıb. Bəli, istərdim ki, Fatmayda yerləşən bu qədim quyular haqqında məlumat verim. Gördüyünüz bu quyu Xocabəy quyusu adlanır və Bünyazadələr nəsli tərəfindən inşa olunmuşdur. Fatmayda bir çox quyular demək olar ki, inşa olunmuşdur. Onlardan biri Haman quyusu var. Demək olar ki, o da Fatmayı bağlar massivində yerləşir və kəndin mərkəzində Şah Hüseyn quyusudur və ondan sonra 17-ci əsrə, tarixi 17-ci əsrə söykənən Hacıheybət məscidinin daxilində yerləşən Hacıheybət quyusu adlanır. Bəli, kənddə bu qədər quyunun olması insanların xeyirxah olmasından irəli gəlir. Bilirsiniz ki, o zamanlar demək olar ki, susuzluq olub, biraz çətin dövr olub, amma Fatmayda yaşayan sakinlər, Fatmayda olan xeyirxah insanlar bu quyuları inşa etdirib ki, kənd sakinləri əziyyət çəkməsinlər. Allah onlara da rəhmət eləsin. Bəli, bizim kəndimizdə olan bu xeyirxah insanlarla yenə də biz deyirik, qürur duyuruq, fəxr edirik. Kənddə Haman quyusu deyilən bir quyu var. Kənddə deyil, daha doğrusu Fatmayı bağlarındadır. Kənddə o vaxt su olmuyor. Mənim atam söhbət edirdi ki, o vaxtı müharibədən qabaq. Deyir, mən balaca uşaq idim, kənddən gedirdik ulaqla. Su yığırdıq orada pitonlara, qablara, kəndə gətirirdik. Çünki kənddə su olmuyor. Sonradan sonra yaz ayı kəndlərdə su da çəkildi. Olub, kənddə su şirin su olmuyor. Amma bağda həmən o Haman quyusu deyil deyə indi də istifadə olunur o. İndi kim getsə yolun qırağını keçən kimi bağlardakı bağların girəcəyində solda qəşəng bir quyudur, qəşəng badamlı kimi suyu var onun. Fatmay kəndinin hər məhəlləsində bir məscid olub. Kəndin tarixi tikililəri orta əsr abidələridir. Hacıheybət məscidi 17-ci əsrdə, Əlvəddin məscidi 16-cı, Poladlılar məscidi isə 18-ci əsrdə inşa edilib. Məscidlərin hər birinin həyətində sərin su quyuları var. Qarşısında dayandığım Hacıheybət məscidi Fatmayının Güdeylər məhəlləsində yerləşir. Bu məscidin həyətində bir ocaq da var. Adına isə
Xanımcan piri deyirlər. İnanca görə ürəyi xəstə insanlar burada şəfa tapıblar. Məscidin həyətindəki məzar daşına elə bu səbəbdən də ürək daşı deyirlər. Ta qədimidən Fatmay kəndində 4 məhəllə olub. Poladlılar, Əlbətlilər, Rəhmanlılar və Güdeylilər məhəlləsində. Hal-hazırda biz Güdeylilər məhəlləsində olan məsciddəyik. Bu məscidin adı Hacı Heybət məscididir. 17-ci, 18-ci əsrə mənsubdur. Bu məscidin içində Xanımcan piri vardır və Xanımcan pirinin qabağında sinə daşı vardır. Kimin ürək xəstəliyi var idisə, bu sinə daşına sinəsini qoyarmışlar, niyyətlərinə çatarmışlar, səbəbə düşərmişlər, gəlib burada nəzir niyaz verər, qurbanlıq kəsərmişlər. Bu Xanımcan pirində deyilənlərə görə, yaşlı adamlardan eşitdiyimizə görə 3 daş olub, ana və 2 bala. Bu gəzən daşlar olublar. Məsələn, o daşları axşam götürüb başqa bir yerə qoyublar, sonra gəliblər, yerini dəyişiblər də. Sonra gəliblər, həmən daşlar yenidən səhər öz yerlərində olublar. Meçidi təmir edəndən sonra o daşlar yoxa çıxıb, yəni daha qayıtmamışdılar. Salam sözünün mənası sülh olsun, əmin-amanlıq olsun deməkdir. Fatmay kəndindəki məscidin adı Salamdır, sülh məscididir. Dünyada bu adda məscidlər bir neçə ölkədə, İngiltərədə, Misir və Ukraynada var. Fatmaydakı Salam məscidi 19-cu əsrdə inşa edilib. Bu məscidimiz Əlbətli məscidi adlanır. Hər məscidin öz adı ilə adlanır. Çünki qədim zamanlarda tikilmiş bu məscidlər o şəxslərin, imkanlı şəxsin vasitəsi ilə tikilib və məhəllənin ağsaqqalı olub bu tikilişi başa çatdırıb ki, indiyə qədər bir tarixi abidə kimi biz nəsillərə gəlib çatıb. 5 dənə məscid var bu kənddə. Torpaq sahəsi kəndin böyük olduğundan o torpaqdan istifadə edib çoxlu qazanc əldə edirlərmiş, heyvan saxlayırlarmış, taxıl əkirlərmiş və o qazanclarından da elə illər olub, hər il yox ha, elə illər olub ki, bir neçə il, 3 il, 5 il yaxşı gəlirləri olub. O gəlir olandan sonra qızıl əldə ediblər, satıblar, o zaman elənsinə idi ki, hamısı qızılla. Qızıl əldə ediblər, sonra deyiblər ki, bir dənə məscid tikdirək. Ona görə məhəllə 5 dənə məscid alınıb. Əslində, məsələn, Boboyda kəndə bir dənə məscid yetər. Amma o zaman imkanları olub, eləyiblər, hərə öz məhəlləsi üçün məscid tikdirib. Fatmay kəndində ən son inşa edilən məscid isə İmam Hüseyn məscididir. 1897-ci ildə xeyriyyəçi Hacı Hüseyn tərəfindən tikilən məscidin 128 yaşı var. Mənim dayandığım bu hal-hazırda ərazi Fatmayın mərkəzidir və əlbəttə ki, 7 oğul istərəm filmi bu məkanda çəkilmişdi. Gördüyünüz bu ərazidə və həmən o filmin də rejissoru Tofiq Tağızadədir. Tofiq Tağızadə o filmi bu kəndə salmalı məqsədi əlbəttə ki, bu kəndin 600-700 il demək olar ki, yaşı olmasıdır və qədim kəndlərdən biri olmasıdır. Daha bir filmi mən qeyd etmək istərdim. Axırıncı aşırım. Axırıncı aşırımda bir epizod var ki, Səməd, Ay Səməd. Sırf o epizod Fatmay kəndinin deməli bir istiqamətində çəkilmişdir. Və üçüncü film Dərviş Paraşi partladı. O da bizdə bir göl var burada, gölün ətrafında lentə alınmışdır. Və daha bir film də indi yadıma düşdü. Daha bir film də Yerlə Göy arasında, o da Vaqif Mustafayevin rejissorluğu altında çəkilmişdir. Amma o demək olar ki, 20 il öncə lentə alınmışdır. Və daha ən sonuncu film Fatmay haqqında sənədi filmi rejissoru və senaristi olduğu mən çəkdim və əlbəttə ki, Fatmayın dahi şəxsiyyətləri, ümumən Fatmayın kulinariyası, Fatmayın mədəniyyəti, Fatmayın adət-ənənəsi haqqında mən orada məlumat vermişəm. İstərdim tarixi qədim olan bu Fatmay kəndinin tanınmış şəxsləri haqqında məlumat verim.
Bəli, bu kəndin əhalisinin sayı az ola bilər, amma tanınmış şəxsiyyətlərin sayı daha çox olub. Əlfəz Qarayev tanınmış pediatr, yəqin bilirsiniz ki, şəhərimizin mərkəzində də onun adını daşıyan xəstəxana da vardı və onun övladı Mürsəl Qarayev, o da tibb elminə böyük töhfələr vermişdi və ondan sonra dünya üzrə tanınmış bəstəkar Qara Qarayev haqqında da hər kəs bilir və bu dahi şəxsiyyətlərin vətəni Fatmay kəndidir və daha bir nəsil Nailə Vəlixanlı, Məmmədəli Vəlixanlı, Akşin Vəlixanlı, onlar da tarix elminə, ümumən incəsənət sahəsinə böyük töhfələr vermişdilər. Və ondan sonra isə Böyükağa Mirzadə, böyük rəssam, o da Fatma kəndini dünyanın bir çox yerlərində təmsil etmişdi və din xadimlərindən də istərdim ki, söz açım. Fatmayının demək olar ki, ümumən Azərbaycanımızın Nəzəf şəhərində ilk kitabxanası olmuş din xadimlərindən biri də Şeyx Ağa Hüseyn olub və mənim solumda gördüyünüz bu məktəb Dadaş Bünyazadə adına məktəbdir və Dadaş Bünyazadə də ölkə üzrə tanınmış şəxsiyyət olub və mən hazırda gezdiyim bu küçə isə Azərbaycanın ilk kontradmiralı Cəlil Cavadovun adını daşıyır və Fatmaylılar bu şəxslərlə hər zaman qürur duyurlar. Dəniz səviyyəsindən 54 metr yüksəklikdə yerləşən mehlərin fəth etdiyi Fatmayı yay aylarında sərin havası ilə Bakı kəndləri arasında seçilir. Dənizə yaxın ərazidə yerləşən üzüm bağları, əncirliklər Fatmayının dadlı incilərindəndir. Bu tarixən də belə olub həmişə. Küplərdə, bardaqlarda saxlanan doşabı, riçalı, bal dadan ənciri, mövcü məşhur olub bu kəndin. Abşeronu ancaq tanıdan nədir? Əncir, üzüm. Bax, şuralar, bu ağacları görürsünüz, hamısını öz əlimlə əkmişəm, hamısını böyüyüb. Bu əncirdən yoxdur, bu yersən boğazı uyandırar. Üzümdür, əncirdir, buranın meyvələri ilə, hər meyvələrin dadı hər bir yerdə yoxdur Abşeronun. Atalar deyir ki, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar. Dayı o dağ deməyiblər, qalxıb Elbrus dağı olacaq. Dağ yəni dərd olar insana. Baxmazsan, tikan basar, bağ quruyar, ağaclar quruyar, insana bir dərd olar. Ona görə də bağa baxmaq lazımdır. Bağa baxarsan, bağ da səni güldürər. Ağacların çiçək açır indi, yaz aylardır. Çiçək vaxtı, çiçək açılan vaxtı ağaca su verməzlər, meyvələri tökülər. Ona görə də indi lazımdır belləmək, ağacın əsl qış suyu verirlər. Qışda verəsən su, ağacın həyətin olsun abad. Ona görə də yəni hər vaxtın, qulluq lazımdır. Hər vaxtın öz qulluğu, meynələrin kəsim vaxtı var. Qabaq bizdə ata-babalarımız bağdan şəhərə gedəndə meynələri kəsib gedirdilər. Yəni, indi bağbanlar hərə bir cür danışır. Mən də öz bildiyimi deyirəm, yəni onlardan eşitdiklərimi deyirəm. Elə adam var ki, payızda kəsir, elə adam var qışda kəsir, üzü yazda kəsir. Üzü yazda kəsində meynə çox su verir, su salır. Zəhmət belə bir şeydir ki, insan deyir, zəhmət çəkər. Mən hava qaralanda mənim qanım qaralır. Çünki iş qutarır. Gözləyirəm ki, sabah necə açılacaq, haçan açılacaq, işimin ardını görüm. Tənbəllikdən neçədən çıxmaq, zəhmət insanı ucaldır deyiblər. Bu haqq sözdür. Ona görə də insan gəlir zəhmət çəksin. İstəyirsənsə, səndən sonra dünyada, səndən sonra həyatında, səndən sonra adın qalsın. Gərək nəsə edəsən, gərək qulluq edəsən, əkəsən, becərəsən, özündən sonra bir iz bıraqasan. Səndən sonraki cavanlar da baxsınlar, ondan bir ibrət götürsünlər.
Birazdan hamı bağlara üst tutacaq. Yazın ilk aylarında bağa baş çəkib hazırlıq görənlər, səliqə səhman işləri aparanlar da az deyil. Bağ mövsümünün öz hazırlığı var. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar deyib atalarımız. İsti havaların cənnət məkanı Bakı bağlarındakı görüntüləri 32-dən birinin təqdimatında sizlərə çatdırmaq istəyi ilə yeni ünvanda görüşənədək deyib sizdən ayrılırıq. Salamat qalın.